Aldı, əmələ gəldi ki, topu qapı qarşısına ötürəcək, ancaq zərbə vurdu. Emin Mehdiyevin ötürməsi. Mirzəbəyev topu geri qaytarır və Araz Abdullayev sol cəhətdə topu meydandan çıxmasına imkan vermir. Deniz Silva geridən hücuma kömək olur. Araz Abdullayevin qapı qarşısına ötürməsi. Kamales və gol! Çox gözəl bir gol və Elşən Poladovun bəli, oynamayan futbolçu budur. Bəli, qapıçının oyun təcrübəsi olmalıdır. Bunu bir daha biz görürük. Elşən Poladov belə reaksiya verməməli idi bu topa. 27-ci dəqiqə Neftçi 1-0 hesabı ilə öndədir Inter Arenadan və bəlkə də artıq məsələnin həll olunduğunu deyə bilərik. Kamalesin qolu son vaxtlar yenidən əvvəlki formasını bərpa edən Kamales, Çilili forvard çox gözəl qol vurur, davanı ilə topu qapıdan keçirir. Yəni Epsonun təkrarını izləyək. Sol canta Araz Abdullayev yaxşı oynadı, cəmiyyət açısına daxil oldu və budur. Davanı ilə qapıya zərbə, Elşən Poladov isə əlbəttə ki, gec reaksiya verir. Qapçı buna hazır olmalıydı, bunu gözləməliydi, ancaq fikir verin. Onun təcrübəsini aslında hər halda özünü göstərir. 1-0. Mikel Alvaro yenidən Bakoniano topu qəbul etdi. İrəlidə Sezar Mezakkoli boş mövqeyə çıxırdı, ancaq ona topu ötürülmədi. Stankovic'in əla ötürməsi, Daşdemirov qapçı vəzqar, Daşdemirov və gol! Hesab bərabərləşir, 1-1. Stankovic solcuna ötürdü topu, Daşdemirov. Denis Mezakkoli. Bakoniano. Mirzəbəyev, cəmiyyət açısına ötürməsi, başla qapıya zərbə və gol! Inter ikinci qolu vurur. Müdafiəçilərin tamamilə boş bıraxdı.